5 fevralda Xalq Cəbhəsinin iclası vaxtı evə gələndə Cabbar podyezddə polis əməkdaşları tərəfindən yaxalanıb, polis şeyinə aparıldı, şöbəsinə. Dedi, cibindən narkotik tutmuş. Cəbhəçi olduğuna görə, bir də indi deyirlər ki, Facebookda artıq dövlətdə haqq ədaləti yazır, haqq ədalət yoxdur, rüşvətxorluq var, demokratiya, azadlıq olduğuna görə Facebooka girib yazıbdır. Ona görə tutublar, ancaq ona görə. Cabbarın qardaşı 11-də oxuyur, Cabbarın qardaşı bir ayda dərs oxuyur. Ən yaxşı oxuyan uşaq idi, müəllimlər ondan 700 bal toplayırdı, bir ayda. Oturan kimi deyir, ana, başıma ağrıyır, davleniyası qalxır, özümün davleniyam qalxıb, az qalmışam o günlər ölüm. 2 dəfə skora çağırıblar. Ancaq dərman atırıq, o da məndə. Dövlət eşidirsə, bir Cabbarı ləkələmir, bütün Azərbaycan gəncini ləkələyir.